Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar, görürsünüz necə gözəl qonaqlarla gəlmişik. İlkin Dövlətov bizim dərdimiz və Avroviziyada bizi təmsil edən gözəl, həmin o sənət belə deyək, nümayiş edən xanəndə kimi hətta orada bir gözəl performans oldu. Nigar bura gəl, necəsən? Xoş gəlmişsən. Bir mən də Türkiyədən açan gəlib danışacağıq bunları. Nigar var. Bizim Nigar'la Azərbaycanda inanın ki tanışlığımız olmuyor ama biz Türkiye'de görüşmüşük. Müşərrəf Hakan verilişində qonağıydınız və xüsusi olaraq Nigar'ı istəmişlər. Və Murad Sadıq, mənim əziz dostum, dəyərlim. Salamlar tamaşaçılara hamımız. Buyurun, söz sizdədir. Nigar buyur. Salamlayıram bizi izləyən hər kəsin axşamı xeyir olsun. Xoş izləmələr arzulayıram. İnşallah ki qəşəng bir veriliş keçər. Əminəm buna. Çünki bilirsən ki sənətini nə qədər çox sevirəm. Çox sağ olun, təşəkkür edirəm. Muradın da yəni bugün möhtəşəm. Mən sizinlə bərabər hörmətli tamaşaçılar bir böyük gözəl bir musiqi zövqü yaşayacağıq. Hələ üstəlik burada nə baş verir? Deməli bizim axı gözəl musiqiçilərimiz bu gün gəliblər. Beləliklə tarda Elvin Fəttayev, tar, gitara, ud, hamısı bütün bu işlər Elvin baxır. Simli alətlərin hamısına o baxır. Klavişdə Üzeyir Fəttayev qardaşsınız, oxşuyurlar. Sonra Fəttayevlar ailəsini salamlayıram buradan. Yəqin ki evdə də bizi izləyirlər. Çox gözəl ailədə yəqin ki yəni çoxdur musiqiçilər, danışarıq baxda. Demək Zinət Rəhimli qanundadır, gözəldir bir xanımdır. Alət də sizə çox yaraşıb. Bəli. Və kamançada Eyşən Qəribovdur. Eyşən bəlkə söhbətimizi unutma. Nağarada isə Şirin adı gözəlovdur. Şirin siz də xoş gəlmişsiniz. Və Murad, salamla tamaşaçılarımızı, necəsən? Hə, nə gəlsin? Əgər dostumun verilişindəyəmsə və necə olacam? İlk öncə bizi izləyən, ekran qarşısında seyr edən tamaşaçıları ürəkdən salamlayıram. Axşamınız xeyir olsun əziz tamaşaçılar. Hər zaman bilirəm, sənin verilişin baxılır. Bugün maraqlı açıqlamalar olacaq, ümumiyyətlə maraqlı söhbətlər olacaq, efiri qaçırmayın. Mən bilirəm ki, bizi hal-hazırda çox gözəl zövqlü tamaşaçılarımız izləyirlər və ümumiyyətlə bilirsən ki, mən nə qədər zövqümüzün üzrə ehtiyac yoxdur, biz bir uzun illərdir dostuq, ehtiyac yoxdur buradakı insanları birimizi tanıtmağa ehtiyac yoxdur, hər kəs görür. Deyir ki, görünən kəndə nə bələdçi, nə lazımdır, ehtiyac yoxdur özümüz haqqında burada danışmağa. Və mənə sadəcə olaraq nə maraqlıdır, Nigar səni uzun müddətdir görmürəm, nə işlə məşğulsan, Türkiyədə mi yaşayırsan? Belə deyim, artıq 3 ilə yaxındır ki, 3-4 ilə yaxındır ki, gedib gəlirdim, belə deyim. Sonra düşündüm ki, konsertlərim olmağa başladıqca, yəni oradan artıq bir qazanc əldə etdikcə, düşündüm ki, gəlib getmək artıq çətindir. Orada da bir həyat qurum özümə. Bəli. Sonra belə, yəni orada bir həyat qurdum, orada konsertlərim çox gözəl keçməyə başladı. Ona görə artıq qayıtmadım, amma belə artıq qərar almışam ki, Azərbaycan səhnələrini də boş buraxmayım. Əlbəttə, sən nə qədər sevənlərin var, məncə düzdür. Azərbaycandan da mənə elə gəlir, məni sevənlər, dəstəkləyənlər var. Ona görə də düşündüm ki, efirlərə çıxma zamanıdır. Ona görə də ilk açılışı da sizin verilişiniz. Ay, nə gözəl, uğurlu olsun. Çox sağ olun, təşəkkür edirəm. Yəni efirdə olduğu müddətçədə indi sizin xətrinizi çox istəyirəm. İnşallah görə gələcəkdən olur. Bugün deməli həmkarım Tolik səni salamlayıram, Tarix Əliyevi. Sənin videonu izlədim səhifəndə və o qədər ürəkdən, o qədər belə deyək də maraqlı bir çıxış eləmişsən ki, təbii ki, mən ötən gün bu haqda danışdım efirdə, sən dolğun daha geniş danışmışsan bu haqda və bəli, biz bugün çalışırıq, təşəkkür edirəm orada gözəl sözlər də yazmışsan və sən uzun illərdir ki, ümumiyyətlə televiziyada nə baş verir, hamısını hamıda hər şeydən yaxşı bilən bir insansan. Maksimum çalışırsan, həm reyting olsun, həm zövq olsun falan da. Bir də görürsən ki, belə deyək də, heç o mahnını həyatda dinləmərəm, heç vaxtım yox. Ömrümdən bir saniyə sərf eləmərəm o mahnını qulağım duysun. Bədənim zəhərlənə bilər. Zəhərləmə gedər. Sonra gəlində ruhunu. Yəni, olur da var elə nəğmələr, amma zövq elə bir məsələdir ki, hərən öz zövqü var. Allah Taala bu yer üzünə insanları müxtəlif zövqdə bəxş edib. Musiqi zövqü, geyim zövqü, qida, yəni bəli, ağız dadı var. Yəni biz bunu insanlara bunu qınayırıq. Onu bəyəndi, o da mənim bəyəndiyimi bəyənmir. 100% mümkün deyil. Ona görə biz insanları buna görə qınaya bilmərik. Allah Taala hamıya can sağlığı versin. Nə sizi xoşbəxt edirsə və necə hansı musiqilər sizi o xəyal dünyanıza qovuşdurursa, nə gözəl. Əsas odur ki, musiqini duya bilən ürək
ürəklər, biz yəni maarifləndirmək əlimizdən gələni edirik. Yəni mən şəxsən öz payıma bunu söyləyə bilərəm və eləcə də mənim həmkarlarım bilirəm ki, əlimizdən gəlir və reyting və üstəlik də belə deyək də zövq, bütün bunları daşımaq bir fərqli şeylərdir hamısı, fərqli, tamamilə fərqli yollardır. Və beləliklə mən istənirəm, Murad, sənin ifanı eşidək, ikinlə də bir maraqlı diyalogumuz olacaq, çünki bir məsələ vardı, biraz belə deyək də, necə izah edim sizə, etiraf edəcəm. Deməli, ilk dəfə efirdə Avroviziyada təbii ki izlədik hamımız, mən də filan, aydın məsələdir, zaten bilirik ki, Avroviziya səhnəsində nə qədər möhtəşəm bir şəkar komandalar çalışır. Oranı görəndən sonra toparlamaq, biz bunun da az şahidi olmadıq ki, toparlana bilənlər də oldu və o möhtəşəm səhnəni görəndən sonra, o heyəti görəndən sonra toparlana bilməyənlər də gördük. Yəni İlkin, sən özün də bunu bilirsən. Sənin orada avazını eşidəndə dedim ya, canlı dinləmək istəyərdim. Mən səni heç tanımamışam həyatda. Yəni bir dəfə belə dinləməmişəm. Nədən bunu istəyərəm, bunun səbəblərini öyrənmək istəyərəm. Və heç kim də deməyib, belə bir oxuyan var. Çünki mənə bilirlər, həmkarlarımız bilir ki, bir dəfə desələr gözəl səs var, həqiqətən əgər gözəl sənəti varsa, mütləq ki, mən ona dəstək oluram. Təbii ki, başda rəhbərliyimiz olmaqla yanaşı. Və sənin canlı ifanı eşidəndə sevindim. Dedim, nə yaxşı, ay Allah, biz Avroviziyada, yəni, belə deyək də, təmsil edən səs, əsr o xanəndənin o gözəl, belə deyək də, o zil səslə, bu kompüterlə, planla, müasir proqramlarla yığılan bir səs deyil də, anladın nə demək istəyirəm. Və bugün gözəl mahnılarımız da olacaq. Murad, səni görmədiyin müddətdə o romantik dünyana bəxş etdiyin nəğmələrdən hansını eşidəcəyik? Onda belə deyim də, mən düzdür, o mahnı da olacaq, amma indi istəyərdim ki, Ty Pazavi səslənsin, musiqisi Sevinç Tağıyevanın, sözləri Leyla Ələkbərovanın, Ty Pazavi gəlsin, səslənsin və yəqin ki, Ty Pazavi. Bəli. Yetər ki, yəni, oradan hay gəlsin. Və Ты только позови, я вновь приду. На этот раз держу я обещание. К тебе я очень нежно прикоснусь и верю, что не будет расставания. Я не боюсь преград и расстояний. По стуку сердца только позови. Ведь губы шепчут о твоем признании. Я снова слышу крик твоей души. Ты позови, приду на край земли, согрею ласково в своих объятиях. Я как прежде тебя люблю, отступит мрак и заискрится счастье. Ты позови, приду на край земли, согрею ласково в своих объятиях. Я как прежде тебя люблю, отступит мрак и заискрится счастье. Заискрится счастье. Тебя лишь нарисую в свой альбом. Хоть не художник, очень постараюсь. Ты будешь моим самым сладким сном. Твоею красотой я восхищаюсь. Ты позови меня в свою любовь, где нету подлости, где нет обмана. Ты позови цветущий рай садов, чтоб не было конца любви и романа. Ты позови, приду на край земли, согрею ласково в своих объятиях. Я как прежде тебя люблю, отступит мрак и заискрится счастье. Ты позови, приду на край земли.
Hər zaman kimi. Murat, sən öz performansındasan. Əlbəttə, başqa cür ola da bilməz. Bəli. Əslində, Nana xanım icazənizlə bir söz demək istəyirəm. Buyurun, Simon, əlbəttə. Deyək, musiqidən danışdıq. Aha. Anam həmişə məni efirə yola salanda salamlayıram burada. Salamlayıram sizi, gözəl xanım. Sağ ol, efirdə heç bir şey demə. Aha. Amma alınmır da. Gündəm olur. Alınmır. Mən deyirəm ki, biraz əziz gənclər, bayağı musiqilərdən uzaq dayanın. Çünki o bayağı musiqilər 1-2 günlükdür, 1-2 saatlıqdır. Dəfələrlə bunu demişəm. Bəli, onların da özü izləyiciləri var, tamaşaçıları var. Amma çalışın ki, gözəl musiqiyə öz qulağınızı, musiqi duyğunuzu ora kökləyin ki, gözəl musiqini dinləyək. Bəli, təşəkkür edirəm. Çox aktual mövzudur. Bu haqda illər də danışsaq xeyri bəzən yox. sənətkarlar deyirik ki, yəni mən olur da bir neçə dəfə söhbət eləmişəm, deyirəm ki, indi biz bu qədər ola bilər də həyəcan falan olur da bizə də bayaq mahnılarla falan. Deyirəm siz necə dözürsünüz sənətkarlarla söhbət olun? Deyir biz artıq çalışmırıq damar. Deyirəm atrofiya uğrayım, artıq sinir çalışmır. O qədər sinirləniblər ki, artıq bitdi. Bəli. Kimin mahnısıydı bu? Musiqisi və aranjman Rabil Səfərli, sözləri unutdum Sadiq. Kim? Sagi, Sagi, düzdür. Üzr istəyirəm, amma sözləri unutdum. Hə, çox gözəl. Sən Türkiyədə ən çox hansı mahnı var? Səni elə bir Şərəf Akayın verilişinə dəvət eləmişlər. Onda hansı həsrət nəğməsi ilə görə idi? Həsrət nəğməsi vardı məndə. Sonra belə, yəni cover elədiklərim başqalarının mahnısından öz duyğumu qatdığım mahnılarım vardı. Sonra öz mahnılarım da vardı. Sevməz vardı, Dəymə düşər vardı. Həsrət nəğməsi bu gün də hitdir. Təbii ki, Tunar və Rüyamız. Yəni inanılmaz, inanılmaz. Əbədi hit, bəli. Gəlin burada canlı oxuyacaqsınız. Uzaqdan Deməli, ilk ifa elədiyimiz Nigarla bizim mahnımız.
Gecələr Ayaz. Elə onun da müəllifi Tunar Rəhmanoğludur. Sözləri və musiqisi buradan Tunar qardaşımızla salamlayırıq. Görüşmürük, salamlayırıq. düşünürəm bu yaxınlarda görüşərik. Sağ olsun. Nigar da ki biz bir araya gəlməyimiz əslində biz Nigarla dostduq, illərdir dostduq və bizi bir araya gətirən Sadiq. Sadiq həm Nigarın, həm mənim menecerimizdir. Bir yerdə çalışırıq. Sadiq bəy nələr var? Gitarada gözəl ifadə edir. Sadiqi də Türkiyədə tanımışdım. İllərdir. Biz təşəkkür edirik Tunar qardaşımıza da, minnətdarıq. Canlı ifalarımız olsun deyirsiniz, birazdan tamam olsun. Yox, indi gəl, olacaq. İndi nə demək istəyirəm? Həsrət Əhmədini də biraz oxuyun da. Sən salıncağı istəyəcəm birazdan səndən. Çünki bir ara tutulmuşdum, Sabah Çiçəkliyində gözəl bir layihə idi. Şəxsən bir Azərbaycanlı kimi sənin uğurlarını təbii ki, hamımız sevindik. Çünki Türkiyədə elə məşhur starla, yəni bir duet oxumaq, o da bilir kimlə oxumaq lazımdır. Çünki Nigar da az tanınmırdı orada, Türkiyədə çox. Sən bir baxış sayın nə qədərdir yəni bir nəğməndə ən çox maksimum? Yəni Salıncaqın özü 300 milyondan yuxarı dinlənir. Elə rəqəm var yəni. Ay maşallah, sən təbrik edirəm. Çox sağ olun, təşəkkür edirəm. Sən təbrik edirəm. Sən ondan gələn pullar gəlirdi, hə? Yəni orada mən bilirəm axı. Yox, bilirəm, onu deyirəm ki, Türkiyədə eşitmişəm, daha ciddidir bu məsələ. Əgər sənin nəğmən, ifa elədiyin... Mahnıdan qazanmadım, belə deyim Nanə xanım. Amma təbii ki, o mahnının gətirdiyi konsertlər sayəsində şöhrət var, konsertlər var. Konsertlərdən biraz, Türklər demiş, birikdirdim. Ümumiyyətlə, sən indi hal-hazırda orada tək yaşayırsan, valideynlərlə yaşayırsan, ailə həyatı qurdun mu? Yox, subayam hələ ki. İnşallah, Allah bəxtini gözəl eləsin. Təşəkkür edirəm, çox sağ olun. Orada yaşayırdım, belə deyim, yəni kirayə yaşayırdım. Amma artıq dediyim kimi, Nanə xanım, bir neçə ildir pul da yığırdım özümə ev ala bilməyim üçün. Artıq bu ay bacardım və özümə... Təbrik edirik səni. Təşəkkür edirəm, təbii ki, anamın da sayəsində. Demək, mən ananı buradan salamlayıram. Biz Nigarla diyalogumuz qısaca oldu. Vaxtımız o qədər olmadı tanış olmağa çox. Dedim ki, sizin ailədə kimsə var? Belə dedi, mən müəllim övladıyam. Bəli. Bütün müəllimlərimizin əllərindən öpürük. Anam, bəli, musiqi müəlliməsidir, muğam üzrə dərs deyir. Hətta, belə deyim, bir verilişə çıxmışdım, orada bizim keçmiş sənətkarlarımızı göstərirdilər. Mən bir neçəsini tanımamışdım. Getdim, anam məni danladı ki, sən mənim qızım. Sən müəllimə qızısan, amma heç birisini tanımırsan. Dedim, nə bilim, amma ondan sonra təbii ki, açdım, baxdım o adlara. Belə, yəni, orada da günüm xoş keçir, gəlirəm. Burada da səhnələrə, efirlərə artıq fəaliyyətimi davam elətdirmək istəyirəm. İndi sizdən dostlar, iki bayaqdan bunu gözümü ala bilmirəm. Bu nə gözəl bir şeydir. Gülnar Xəlaban deyil. Mən bunun anısını deyim. Gözəl bizim Adayır xanım. Bu anısını deyim, bu mənə nə andırır. Bu kəlağaydır. Bu kəlağay mənim anamın 35 illik kəlağayısıdır. Nə danışsın? Salamlayırıq, adı nədir? Sevinç. Sevinç xanım. Salamlayırıq. Allah sizə can sağ olursun. Nə gözəl kəlağaydır bu belə. Və mən bu dizayna görə Arzu Qasımovaya, Bay Zarbiyə təşəkkür edirəm. Arzu xanım, gözəl kostyumlar düzəldir. Yaraşır sizə. Siz anlamı var, bütün milli ornamentli kostyumlar. Çünki mənim üçün təbii ki, standart bəzən də geyinirəm, amma çalışıram ki, səhnədə biz Azərbaycan anlamı olan, Azərbaycanı anımsadan bir ornamentlər olsun. Çox gözəl. Gözəl gününüz olsun. Buyurun, söz sizə və canlı. Buyurun, söz sizdədir. Bəli. Canlı. Canlı. Olar? Tamam. Gəlin belə eləyək. Sesimiz var mı? Demirəm ki, çiçəkdin solmusan, yux olub gözlərimə dolmusan. Ürəyimdə buz bağlayıb qalmısan. Niyə səni mən unuda bilmirəm? Ürəyimdə buz bağlayıb dolmusan. Yenə səni mən unuda
bilmirəm, unuda bilmirəm. Yarım mən səni unuda bilmirəm. Unuda bilmirəm, unuda bilmirəm. Yarım mən səni unuda bilmirəm. Yollarında geri döndü ay geden. Bilmedim ki sen xoşbəxtsən yadan. Qəm yükündən saçlarıma düşərdən. Yenə səni mən unuda bilmirəm. Yollarında geri döndü ay geden. Bilmedim ki sen xoşbəxtsən ya da mən. Qəm yükündən saçlarıma düşərdən. Niyə səni mən unuda bilmirəm. Unuda bilmirəm, Unuda bilmirəm. Canım mən səni unuda bilmirəm. unuda bilmirəm, unuda bilmirəm. Yarım mən səni unuda bilmirəm. Sırtından yandım odan. Gözlerine canım feda. Hasretinle yandım odan. Gözlerine canım feda. Düşebilsen menden canım, menden canım. Dağlar gülüzarım, gülüzarım benim. Gel ey mehri muhabbetin, üzüm benden niye döndü? Gel ey mehri məhəbbətim, üzün məndən niyə döndü? Sevirsen menden canal, menden canal. Dağlar gülüzarım, gülüzarım.
maşallah Təşəkkürlər, olsun. çox sağ olun. Yəni ilk dəfə də sizi canlı dinləyirdim. Minnətdaram. Bəli. Nana xanım, mən bəli. xüsusi təşəkkür eləmək istəyirəm. Aha, əlbəttə, buyurun. Adlarını saydınız, mənim Bəli. dəyərli dostlarımdır, Bəli. mənim vuran ürəklərimdir, mənim arxa Nə dayaqlarımdır, gözəl. komandamdır və Nəva Music Band bizim qrupun belə deyək, musiqiçilərimizin, elədir. bəli, Aha. ümumilikdə adı Nəva Music Banddır. Adından gördüyünüz kimi bizim milli muğamımız Nəva. Bəli. Nəva muğamının daşıyıcılarıdır. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun. Çox Biz sağ olun, neçə həqiqətən də. illərdir birlikdə. Neçə illərdir? Bəli, neçə illərdir. Mən də hər birisi tanış olmalıyam ilkin sizlə. Vallahi. Neçə illərdir? Yalnız neçə bir 10 ilə yaxındır biz. Çiyin-çiyinə vuruşuruq. Sizin Düzdür. ailədə ümumiyyətlə musiqiçi var? Bəli, mənim atam da ifaçıdır, xanəndədir. Cənub bölgəsində el şənliklərində iştirak edir. Cənub bölgəsində? Bəli, bəli, Cənub bölgəsində. Mən Ay, Cəlilabadda mən sizi doğulmuşam. Cəlilabadda doğulmuşam, bəli. Cəlilabadda? Cəlilabaddanam, əslim Gəl də orada Batayla doğulmuşam. Atanı da götür gəl. Buradan izləyir, hal-hazırda İzləyirsinizsə bizim, mən sizi verilişə dəvət Sərdar edirəm. müəllim. Sərdar müəllim. Gec İnşallah olsa da tanış növbəti- olaq. Çünki bizim o Cəlilabad torpağından nə qədər gözəl musiqiçilərimiz, Bəli, bəli. bizim gözəl sənətkarlar, sözü, yəni adı ismi məlum, bəlli isimlər var və ata ilə səni gələn dəfə gözləyirəm. Birinci bizə gələcəksən qona. Böyük məmnuniyyətlə. Yaxşı. Baş- Heç yerə Çünki belə çıxmamışıq gözəl bir yerdə. övlad tərbiyə etmisiniz, sənət filan, bunlar hər zaman mənim üçün yox, bütün tamaşaçılar üçün elədir. Adam var, sənəti var, özünü apara bilmir. O da onun belə deyək də verməyib də Allah axıra qədər. Bir də görsən sənəti var, amma danışmasın da gərək. Bir də Nigar, bir məqam var, hörmətli tamaşaçılar. Hər dəfə verilişimizə qonaqlar gələndə istəyirəm onların dolğun belə deyək də özləri haqqında da biraz informasiyamız olsun. Sən toylara, şənliklərdə Türkiyədə necədir vəziyyət? Belə bizə sevilən müğənniləri çağırırlar da, orada da bilirəm var. Alırsan mı dəvət orada? Bizdə məsələn qazancı oradandır. Mən toylara yox, mən Türkiyənin demək olar ki, %90 şəhərində öz yəni şəxsi konsertlərimi vermişəm. Hətta 30-40 min izləyici belə gəlib məni dinləməyə. Yəni orada toydan daha çox konsertlər ön plandadır. Qazancı oradan gəlir. Bəli, Nə qədər sənətçinin və hamı istəyir ki, oradan gəlsin də qazancı. Belə deyim, Nanə xanım, mən əslində burada getməyimin bir səbəbi də açıq danışım. Yəni mən artıq burada qazanmamağa başladım, belə deyim. Ona görə bu məni, özünüz də bilirsiniz ki, bu iş aranjmandır, klipdir, pul tələb eləyən işlərdir. Mən də yəni harada qazana bildim, Türkiyədə, ona görə məcbur gedib orada yaşamaq, məcbur da deməyim. Yəni çörəyim oradan gəldi deyə ora üz tutmalı oldum. Bəzən çünki məni qınayırlar ki, sən niyə atdın, getdin Azərbaycan səhnəsini, amma yəni Türkiyədə tanınmaq, mən bunu hər kəs bilir ki, orada yəni tanınmaq çox çətindir və bizim Azəri qızı Günel, bəli, çox tanınır, çox həddindən artıq uşaq yaşlarından ora gedib və Günelin sənəti də maşallah olsun. Günel, sənə əzizim, darıxmışam, öpürəm sənə əzizim, var olasan, nə yaxşı ki, varımızsan, həmişə qürurla sənin adına həmişə çəkirik biz orada və bizim bir çox sənətçilərimiz orada tanıyırlar, amma bir qəribə bir şey var, çoxdular axı onlar özləri, sənətçilər də çoxdur axı, yəni onun Türkiyə nüfuzuna görə, yəni orada... İnanın ki, orada dinlənmək də, məşhur olmaq da çox çətindir. Məsələn, bizdə belə deyim də, bizdə asandır, asandır məşhur olmaq, amma orada çox çətindir, amma artıq burada da demişəm, yəni boş buraxmayacam səhnələri inşallah. Mütləq lazımdır və hörmətli tamaşaçılar, biz indi davam edirik. Klipdən götürmüşəm, Mustafa Ciceli ilə olan klipindən biraz təqdim edəcəyik. Çox uğurlu bir layihə idi, səni təbrik edirəm. Biz davam edirik. Murad, sən keçən verilişə gələndən sonra nə olub? Sevgi qısası? Mən ilk dəfə bu mahnını bilirsiniz ki, sizin verilişdə ifa etdim. Sevgi qısası. Və mahnı qısa müddət desəm də, amma qısa müddət deyil, il yarımdır artıq. Populyardır və sevilir də oradan da. Gənclər də, yəni sosial şəbəkələrdə də, efir açanda da mənə həmişə sevgi qısası mahnını istəyirlər. İstər TikTok, sosial şəbəkədə, ya Instagramda, ya da belə də artıq o mahnı tanındı, sevindi. Gənclər də ifa edir. Mən düzdür, heç bir etiraz etmirəm. Bu haqda da bəstəkar Sevinç Tağayevlə danışmışam. Yəni ki, amma belə də hələ açıq deyim, hələlik yox. Hələlik yox, nə? Hələlik mahnı oxuna bilər, amma efirlərdə yox. Efirlərdə yox, icazə vermirsən. Hələ yox. Aydındır. Amma ki, belə karaokelərdə və yaxud özü üçün kim ifa eləmək istəyirsə, ifa eləyə bilər. Aydındır. Sən təbii ki, Rusiya kanallarında biz bilirik də 50 dəfə danışmışam, bunu təkrar danışmaq istəmirəm. Nə kimi belə gələcək üçün planların var, nə kimi təkliflər alırsan?
Ümumiyyətlə, sənin elə gözəl sənətin var ki, əminəm ki, hər kəs səninlə çalışmaq istəyər. Təşəkkür Nanə. Mən indi duet barədə açıq deyim, hələ ki fikirləşməmişəm. Heç bir, nə Azərbaycan müğənnisi ilə, nə xarici estradası ilə, nə bizim estradamızda hələ ki fikirləşməmişəm. Amma fikrimdə var, inşallah, əgər alınsa, mən əlbəttə ki, məlumat verəcəm tamaşaçılara, dinləyicilərə. Əlbəttə ki, və bu təzə mahnı deyəndə, təzə mahnı gəlir, yoldadır deyirəm, amma 2 ildə aranjmandadır, sözün düzü. Niyə eləmirsən ki, 2 ildir bu qədər vaxt olar aranjmana? Aranjmançının da biraz işi oldu. Yox, aranjman dedik yığılır. 20 dənə mahnı aranjman eləyər, bu təzə mahnı çıxaranlar. Bilirəm. Nədən TikTok, sonra Instagram, yox, trendi, TikTok nə idi? Trendə də düşər artıq. YouTube-u deyirsən. Trend olar mahnı, bəli, düzdür. Amma ki, çünki hələ ki aranjmançının da işi oldu. İşləri var, amma inanıram ki, Givi, не подведешь меня, я думаю, Как это Givi? Givi, mən salamlayıram, mən biraz bundan əvvəl Givi ilə danışmışam, bizim dəyərli Azərbaycanımızda o mənə dedi ki, yəni artıq hazırdır. Muhteşəm musiqiçi, ha? Bəli, artıq hazırdır. Sadəcə yox, yəni canlı alətlər qalıb orada ifa etmək. Musiqisi Eldar Mansurovun, sözləri xanım İsmail qızı. Givi dedin, nə yadıma düşdü? Bir də bir Givi. Bildim. Deyim, imkan vermirsən. Mən Givi biraz salamlayıram. Givin yanına getmişəm, danışmışam, söhbət başım qarışıb, Givin telefonunu da götürüb çıxıb getmişəm. Getmişəm iş görüşməsinə. İş görüşməsinə görüm zəng gəlir mənə, yazılıb Murad. Murad, baxıram, götürmüşəm, Giviyə zəng vururdum, məndə qalmış telefon. Yığıram, deyirəm, Givi, sənin telefonun məndə qalıb, deyək ki, çatdıracaqlar sənin telefonu. Nəysə, sağ ol ki, zəng vurmuşsun, yoxsa cəmatın telefonu. Aradan çıxmışdı. Mən buradan Givini salamlayıram və düşünürəm ki, gözəl insandır. Mənim bir çox mahnılarımın aranjmançı. Hələ indi də oxuduğum Sevgi qısası da, indi ifa elədiyim mahnı. Gəlsin mahnı. Gəlsin, hələ Givin aranjmanıdır. Nə gözəl. Sevinç Tağıyevanın. Yox keçə bilmirəm son həyalətini, çətindir əlbət sənə geri dönmək. İçimdə bir his var, o da nifrət, gələcək qisasım, ürəyim səbir. Qəlbimə yaramaz, sevgidən anlamaz. Qəlbimə sevəcəm birini, qədrimi biləni, yanıma alacam məni üzməyəni. Sənin də adına 2 xət qoyacam, gecikmiş qisas var, alacam. Sevəcəm birini, qədrimi biləni, yanıma alacam məni üzməyəni. Sənin də adına 2 xət qoyacam, gecikmiş qisas var, alacam. Yox keçə bilmirəm son həyalətini, çətindir əlbət sənə geri dönmək. İçimdə bir his var, o da nifrət, gələcək qisasım, ürəyim səbir. Qəlbimə yaramaz, sevgidən anlamaz. Qəlbimə yaramaz, sevgidən anlamaz. Sevəcəm birini, qədrimi biləni, yanıma alacam məni üzməyəni. Sənin də adına 2 xət qoyacam,
Bravo. Təşəkkür edirik. Çox sağ Mən ol. təşəkkür edirəm, çox sağ olun. Təbrik və edirik, təbrik Bir edirik. daha Sevinç Tağayeva musiqisi və sözləri Şehrazad xanıma Aha. təşəkkürümü bildirirəm. Həm də ki, buradan bir daha da Givəyə təşəkkürümü bildirirəm və minnətdaram və inanıram ki, yeni mahnı Allah qoysa artıq işıq üzü görəcək bu yaxınlarda. İkinin yanında bir sıfır görmərik də, yəni 20-25 Yox, biz yox. burada yenə də o aydındır. Hörmətli tamaşaçılar, İlkinin deməli eksklüziv bir nəğməsini və görüntüləri izləyəcəkdiniz, değil mi? İlk dəfə. İlk dəfə sizin verilişdə səslənəcək Qınama məni. Mahnının adıdır. İsa Ümid söz və bəstəsi, aranjman bizim dəyərli dostumuz Elə Sadiq özü. Sadiq, bravo Sadiq sənə. Universal insan. Sadiqin əli yüngüldür, Elə yaşı olacaq. klipi də Sadiq çəkir. Ay, nə gözəl. Sən hepsinin işi Və- universal insan. Ölkədə ilk dəfə bunu eləmişik. Aha. Nədir o ilk? Deməli, Reels formasında rəsmi olaraq YouTube-da paylaşılıb. Yəni bildiyimiz 16:9 yox, birbaşa Reels formada. Bunu ilk Biz dəfə onu biz göstərə eləmişik. bilirik indi. Əlbəttə. Buyurun. Və kamança da eşən idi yəqin ki, orada. Yoxsa, hə? Yox, maşallah gözəl Eşən idi. deyildi. Bizim dostumuz Cahandar. Cahandar. Cahandar ifa eləyib. Möhtəşəm. Mahnı gözəl. Təbrik edirəm səni. Çox sağ olun. Heç bir mahnıya bənzəmir. Yəni Əslində, üzr Bəli. istəyirəm, bunu illər əvvəl oxumuşdum. Aha. İllər əvvəl oxumuşdum. Aha. Başqa biraz tərz idi. Amma bunun tərzini dəyişdik Sadiqlə bir yerdə. Bəli. İllər sonra
Biz əslində illər əvvəl işlər görmüşük, amma yayımlamırdıq. Onun atayla gələndə danış. Tamam. Atayla gələndə, ki bunların hamısını danışaq, Yəni, sənin illər ümumiyyətlə əvvəl dostların, sənət dostların. Niyə bir dəfə deməyib ki, verilişə çağıraq? Olur da. Həyatdır. Olur. Nə deyim? Hər kəsin, hər igidin bir dövranı var deyərlər. Amma hər kəsin ürəyinə görə verir Allah. Amin. Allah, gözəl Allah. Hörmətli tamaşaçılar, Kontaktom ümumiyyətlə aprelin 13-ədək kampaniyalar davam edir. 50%dək endirimlər və ümumiyyətlə kontakt.az saytından, Ulduz 6060 nömrəsindən bütün məlumatları əldə edə bilərsiniz. 50%dək endirimdən siz də faydalanın. Öndər Tolunbacı və Reproduksiv Sağlamlıq Mərkəzinin rəhbəri. Sonsuzluqdan əziyyət çəkirsiniz, uzun illər övlad sahibi olmaq istəyirsiniz, amma yəni uğursuz müalicələr bəlkə almısınız, bəlkə heç müalicə almamısınız. Bəzən olur da belə bir fikir olur ki, ölkə xaricinə getməyə lazımdır, yaxşı həkim üçün. Elə yəni yanlış bir fikirdir. Azərbaycanımızın çox gözəl həkimləri var. Nə yaxşı ki, o da var onlar, Allah qorusun. Öndər bəy də onlardan biridir. 30 il yaxındakı Azərbaycanda fəaliyyət göstərir. Sonsuzluqla bağlı nə kimi problemləriniz varsa, ən müasir avadanlıqlarla təchiz olunmuş bir klinikadır Reproduksiv Sağlamlıq Mərkəzi. Odur ki, müraciət edin. Sən ana olacaqsan. Bu Reproduksiv Sağlamlıq Mərkəzinin şüarıdır. 051 970 40 50 nömrəsinə də müraciət edin. Və mənim təşəkkürlərim var. Geyimə görə Parlaya təşəkkürümü bildirirəm, çox sağ olun. Və makyajım olduğu, hər zaman olduğu kimi baxış salonunun rəhbəri mənim gözəl Sura Hüseynə aiddir. Suramın dəsti xətti, Suramın makyajı hər zaman olduğu kimi möhtəşəm. Özümü tərifləməyim, yəni məni görənlər gün ərzində eyni şeyləri söyləyirlər deyə. Deyirəm, sonra sən həqiqətən də insanı o qədər gözəl bəzirsən. Var, amma sanki elə bir azdır. İnsan yaşından böyük görsənmir. Bəzən makyaj olursan və görürsən ki, yaşından çox böyük görünürsən, amma sonra peşəkardır, həqiqətən peşəkardır. Və bugün nə qədər ailə həyatı quran qızlarımız bu Suramla müraciət edir. Saça görə isə baxış salonunun gözəl arzusu var. Arzu sənə təşəkkürlərim. Və hörmətli tamaşaçılar, mən İstərdim ki, burada Muradın atası Sadıq müəllim, salamlayıram sizi. Çox sağ olun. Artıq bu neçənci əsərinizi mənə hədiyyə edirsiniz. Ataya təşəkkür edirəm mənim adımdan bir daha. Belə milyonlarla tamaşaçılarımızın qarşısından Sadıq müəllimə belə təşəkkür edirəm. Bu gözəl əsərə görə var olası, həqiqətən sənət əsəridir. Bir dəfə mənim portretimi də çəkib Sadıq müəllim. Çox sağ olsun və mən istərdim ki, bir parça bayaq söylədim sənin Nigar, gəl səni dəvət edirəm səhnəyə. Klipdən bir parça izləyək, Mustafa Çeli ilə olan klipində mən səni görməmişəm ondan sonra ki, sən bu gözəl uğurun haqqında danışın. Bu həqiqətən də böyük bir uğurdur. 2 ildir görüşmürük. 2-3 ildir. Və sənə elə gəlir 2-3 ildir, hesablasaq da ki 5 il oldu. Bəlkə, düzdür. Baxaq klipdən bir parça. Aha. Elə istədim ki, bu nəğmə ilə tamaşırıq verişinizi. Bir daha səni təbrik edirəm və sənə Çox sağ olun. dönüşünlə bağlı. Uğurların bol olsun. Görürəm onsuz əladır hər şey. Murad, öpürəm, sevirəm səni, sən mənim əziz dostumsan, sən mənim dəyərlimsən. Dəvətinə görə çox sağ olun. Və gözəl musiqiçilərə təşəkkürümüzü bildiririk ki, bugün gəldilər, gözəlləşdi verilişimiz. Və Nigar ilə Sancaq mahnısıyla da mən sevirəm bu mahnını, bir ara tutulmuşdum mahnıya. Siz dinləyirsinizsə deməli. Gözəl, nədən? Gözəl Mən mahnıdır. olsa bilirsən nə qədər sevilir. Bu mahnı ilə sənə sallaşırıq. Buyur, söz səndə dəsin. Sağ olun. Dermanım, sen de sorsan eğerse yanılmışım. Kapandı bu eski yaralara dayana Daha tutunmayacak başka kalmadı dayanak Hayallerim uçurum içinde kalacak Ben gittikten kaldı
dermanım. Ben de sanırım yerse yanışım. Hayallerim uçurumun eşiğinde bir salıncak. Ben gittikten sonra ben de kalır.